Çox vaxt deyilir ayaq içəri doğru basma. Ayaqqabıları geyəndə uşağınıza baxın, baxın bu iç tərəf yeyilmiş olur, baxın bura. Ayaq topuq içəri doğru gedir bu şəkildə. Zaten görsənir. Normalda duruş belə bir şey olmalıdır. Amma içəri doğru əyilir. Bu da zamanla baxın. Skalyoz, kifoz həmişə deyirik tətikləyən faktorlardandır. O cür yeridicə yük düzgün dağılmır, diz, çanaq, sonra başlayır onurğada əyilmə vermə. Burada kifoz ciddidir, 62 dərəcəli bir kifoz var. Rentgen olunub, diaqnoz qoyulub, düz qalıb, başımı qaldır belə. Ancaq lateraldan çəkdilər, yandan bir dənə rentgenini verin mənə. Çünki qamətlə bağlıdır, özündə rentgende yoxdur skolyoz. Bax, ona da tamamen orta xəttədir, hə. Amma kifoza baxın, 62 dərəcəli diaqnoz qoyulub kifoz problemi ilə gəlir. Burada çiyinlər önə doğru. Çox gələn xəstələrlə nəticə paylaşanda göstərirəm ki, belə idi, indi belə durur. Həmən vəziyyətdə baxın, müalicədən əvvəl. İndi inşallah tedavidən sonra özünün duruşu belə bir şey olacaq. Necədir ona görə baxın?